Herkese salam dostlar. Kanalımıza ve videomuza hoş geldiniz. Bugün xalamız qızı bizə pizza və sobada ətli spagetti hazırlayır. Burada pizzanın xəmirini hazırlayırıq. Əlbəttə ki, bizə nənəm kömək etdi burada. Çox sağ olsun. Burada artıq xəmirimiz hazırdır. Pizzanın ərzaqlarını hazırlayırıq. Ketçup, mayonez, sosiska, lazım olsa yəni sosiska götürəcəyik və Holland pendiri. Burada biberləri doğrayırıq. Doğrayırıq deyəndə hər şeyi xalamız qızı elədi. Biz sadəcə çəkilişlə məşğul olduq. Xalamız qızı 2 dəfə pizza bişirirdi. Hərçənd ki, bu qədər dadlı olacağını biz də gözləmirdik. Burada isə spagettinin içliyini hazırlayırıq. Burada xalamız qızı pizza üçün sosiskaları hazırlayır. İndi isə Holland pendirini açırıq. Holland pendirini doğramağa başladıq. Pendirini doğrayıb bitirdikdən sonra isə pomidor doğramağa keçirik. Bütün ərzaqlar hazırdır. Sosu hazırlayırıq. Artıq birinci pizzamızı sobaya qoyuruq. Pizzanı bişirmək üçün sobaya atırıq. Burada hələ pizza bişməyib, amma yenə çox dadlı görsənir. Biz artıq dadına baxmışıq, amma yenə də telefonda göründə insan ağlı sulanır. Hazırdır. Görünüş qədər də dadı mükəmməldir. İkinci pizzamız da hazırdır. Xalamız qızının əllərinə sağlıq. Burada isə spagettini süzürük. Məncə burada bir söz deməyə ehtiyac yoxdur. Hər şey görünüşündən bəllidir. Artıq sobada ətli spagettimiz və sonuncu pizzamız hazırdır. Bayıldıq. Spagetti üçün sarımsaq qatıq hazırdır. İşte spagettimizin son halı. Dadı da çox mükəmməl idi.
bəyəndinizsə kanala abunə olub Like atıb yorum yazmağı unutmayın. sağ olun dostlar.